Bakıda 4-cü kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb. Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi 2004-cü il təvəllüdlü Ağa Anaroğlu Əhmədov Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binanın eyvanından yıxılıb. Həmin binada kirayə yaşadığı bildirilən Şirvan sakini Ağa Əhmədov hadisə yerində dünyasını dəyişib. O, universitetin Turizm və Qonaqpərvərlik fakültəsində tərcümə ixtisası üzrə təhsil alırmış. Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Dekabrın 15-i saat 16 radələrində 2006-cı il təvəllüdlü Züleyxa Hüseynova yaşadığı Xəzər Bağlar sahəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində dünyasına dəyişib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.